İslam memarlığı günbəzlər, tağlar, xəttatlıq və həndəsi bəzək kimi ümumi xüsusiyyətlərlə tanınsa da, müxtəlif ölkələrdə və bölgələrdə özünə məxsus xüsusiyyətlər alır. Bu fərqlər yerli fərhəngi, iqlimi, mövcud məvad və tarixi təsiri yansıdır. Nə yaxşı ki, İslami memarisinin olduğu yerləri və ya İslami memaridən ilham alınmış bənalardan nümunələri ad aparaq ki, bu mövzunu daha yaxşı başa düşək. Misir, Suriya və Əraq kimi ölkələrdə İslam memarlığı geniş həyətlər və uzun, incə minarələri olan böyük məscidlər ilə tanınır. Bənalarda əsas daş və kərpicdən istifadə edilir. Kufi xəttatlığı və həndəsi oyma bəzəkləri əsas xüsusiyyətləridir. Nümunə üçün Dəməşq Böyük məscidi ad aparmaq olar. Dəməşq Böyük məscidi, yəni Əməviyyə məscidi, Suriyanın paytaxtı Dəməşqdə yerləşən ən qədim və ən mühüm İslami bənalardan biridir. 715-ci ildə Əməviyyə xəlifəsi 1-ci Vəlid tərəfindən tikilmişdir. Bu məscid İslam memarlığının ilk dövrünə aid ən gözəl nümunələrdəndir. Geniş həyəti, uzun minarələri və mozaiklər və bəzədilmiş divarları ilə tanınır. Rivayətə görə məscidin içində Həzrət Yəhyanın türbəsi yerləşmişdir. Əməviyyə məscidi əsrlər boyu həm İslam və həm dünya memarlığına ilham vermiş və Dəməşqin qəlbində inanc və məzhəbin simvoluna çevrilibdir. İran İslam memarlığı parlaq firuzi və tünd mavi kaşilərlə bəzədilmiş böyük günbəzləri ilə seçilir. Fars İslam memarlığının eyvanları və giriş qismətlərinin mozaik bəzəkləri dünyaca məşhurdur. Nümunə üçün Nəqşicahan meydanı. Meydanın ətrafında 3 böyük bəna yerləşir. İmam məscidi, möhtəşəm firuzi günbəzi və parlaq mozaikləri ilə İslam memarlığının şahəsərlərindən biridir. Akostiyi və təqaruni ilə heyran duyulur. Şeyx Lütfullah məscidi kiçik olsa da daxili kaşi naxışları və nur oyunu ilə çox zərif və irfani bir gözəlliyə sahibdir. Bu məscid əsasən saray ailəsi üçün tikilmişdir. Alaqapı sarayı 6 mərtəbəli bu bina Səfəvi hökumətinin rəsmi qonaqlarını qəbul etdiyi yer idi. Üst mərtəbədəki səs salonu akustik baxımdan möcüzə sayılır. Naxçıcahan meydanı təkcə İran memarlığının zirvəsi deyil, həm də İslam sənətinin ahəng və gözəllik rəmzidir.
Türkiyədə xüsusilə Osmanlı dövründə İslam memarlığı Bizans memarlığından güclü təsir almışdır. Ayasofyanın mərkəzi günbəzi və erfani quruluşu Osmanlı memarlığına ilham mənbəyi olmuşdur. Nümunə üçün Osmanlı memarlığından Memar Sinanın əsəri Süleymaniyə və Səlimiyyə məscidləri əzmət və harmoniya nümunəsidir. Bunları adaparmaq olar. Süleymaniyə məscidi İstanbulun ən möhtəşəm bənalarından biridir. Osmanlı İmparatorluğunun ən güclü dövründə 1550-1557-ci illərdə Sultan Süleyman Qanuninin əmri ilə dikilmişdir. Məscidin memarı məşhur Memar Sinan olmuşdur. Bu məscid həm dini, həm də memarlıq baxımından Osmanlı sənətinin zirvəsidir. Böyük mərkəzi günbəzi, 4 minarəsi və heyrətamiz daxili akostiyi ilə tanınır. Bənada İslam irfanı, nizam və sadəlik birləşərək dərin bir ruhi his yaradır. Bu məscidin içərisində məktəb, kitabxana, hamam, xəstəxana və türbələr də var. Burada Sultan Süleyman və həyat yoldaşı Hürrəm Sultanın məzarları yerləşir. Süleymaniyə məscidi İstanbulun kölgəsində ucalaraq həm iman, həm də Osmanlı gücünün simvolu sayılır. Mərakeş, Tunis və İspaniyada İslam memarlıq əsərləri alt nalı şəklində günbəzlər və fəvvarəli həyətlər ilə tanınır. Nümunə üçün Qaranadakı Əlhəmra sarayı, zərif naxışları, su hovuzları və bağları ilə İslam sənətinin zirvəsidir. Bu saray Əndalus dövründə, yəni müsəlmanların İspaniyada hökm sürdüyü zaman təxminən 13-cü, 15-ci əsrlərdə Nasirid sülaləsi tərəfindən tikilmişdir. Alhambra Avropadakı İslam memarlığının ən məşhur nümunəsidir. Bu bölgədə İslam memarlığı Hindu və Budist ənasırı ilə birləşmişdir. Moğol memarlığı ağ mərməri, qiymətli daşları və erfani ilə seçilir. Nümunə üçün Tac Məhəl Hindistanın ən məşhur İslam memarlıqlarından biridir. Tac Məhəl Hindistanın Agra şəhərində yerləşən və dünyanın ən tanınmış İslam memarlıqlarından biri olan möhtəşəm bir türbədir. Bu bina Moğol İmparatoru Şah Cahan tərəfindən 1630-cu ildə mərhum olan həyat yoldaşı Mümtaz Məhəl xatirəsinə tikilmişdir. Tac Məhəl ağ mərmərdən inşa olunub və üstü qiymətli daşlarla Quran ayətləri ilə bəzədilibdir. Binanın ətrafında
bağ və su kanalları cənnət bağının simvoluna bənzəyir. Memarlıq üslubu Fars, Türk, Hind və İslam sənətinin qarışığıdır. Günəşin doğuşu və batışı zamanı mərmərin rəngi dəyişir. Bu da Tac Məhəllin sehrini artırır. Hindistan sevgi ülkəsidir. Bu bəna da Şahcahanın Mümtaz Məhəllə olan sevgisinin və böyük həsrətinin nümadıdır. Və bənanın əzəməti və gözəlliyi Şahcahanın sevgisinin böyüklüyü və təmizliyinin əsəridir. Tac Məhəll bir memarlıq şahəsərindən çox bir acı eşqin hekayəsini anlatır. Burada İslam memarlığı firuzəyi günbəzlər, geniş mədrəsələr və mozaik ilə tanınır. Nümunə üçün Səmərqənddəki Rajistan meydanı. Rajistan meydanı Səmərqəndin tarixi ürəyində yerləşir və Türkistan İslam memarlığının ən möhtəşəm nümunələrindən biridir. Meydanın ətrafında 3 böyük məktəb var. Uluğbey mədrəsəsi, Şirdar mədrəsəsi və Taymuri mədrəsəsi. Meydan göy günbəzləri, rəngarəng kaşiləri və zərif tağları ilə məşhurdur. Rajistan həm tarixdə elmi və fərhəngi mərkəz olub, həm də İslam memarlığının simvolik bənası sayılır. Çin də İslam memarlığının çox maraqlı nümunələrinə malikdir. Burada bəzi məscidlər həm İslam, həm də Çin üslubunda pagoda formalı damlarla tikilib. Nümunə üçün Xi'an Böyük məscidi. Pagoda tavanlı, lakin daxili mehrab, minbər, ərəb xəttatlığı kimi İslam elemanları ilə bəzədilmişdir. Bu məscid göstərir ki, İslam memarlığı yerli mədəniyyətlə bir yerdə yaşaya bilir. Pagoda Çin, Japonya və Koreya kimi şərq ölkələrdə Budizmə aid çox təbəqəli, yuxarıya doğru daralan və taxtadan tikilən məbəddir. Pagoda mənəvi yüksəlişin ruhunun göyə qalxışını simvolizə edir. Bu nümunələr göstərir ki, İslam memarlığı yalnız dini bir üslub deyil, həm də fərhənglər arası dialoqun və harmoniyanın rəmzidir. İslam sənəti hara gedirsə,
oranın yerli ruhunu qəbul edir. Pagoda damlı məscidlərdən tutmuş, mərmər Tac Mahalla, mozaikli Alhamraya qədər. Bütün bu əsərlər sulhu, gözəlliyi və Allahın birliyini fərhəngli dillərlə danışır.